İkinci fəsil. İndi onlar eyni vaxtda səhər saat 7-də yuxudan uyanırdılar. Nişanlandıktan sonra Rinat təkid etmişdi ki, İnna onun yanına köçsün. Toyu payıza saxlamışdılar. O vaxta qədər qız diplom alacaq, onun diplomat valideynləri isə vətənə qayıdacaqdı. Amma Rinat İnnanı tək qoymaq istəmirdi. Bu səbəbdən də indi onlar birlikdə yaşayırdılar. Rinat səhərlər oyanıb İnnanı qapıya da yola salmağa vərdiş etmişdi. Qız getdikdən sonra qapını bağlayır, yataq otağına qalxır və keçmiş vaxtlardakı kimi günortaya dək yatırdı. İnna ona gülürdü. Qız açıq-aşkar, dorağay təbiətli idi. Hətta bazar günləri də səhər tezdən oyanmağa vərdiş etmişdi. Rinat isə əksər yaradıcı peşə sahibləri kimi açıq-aşkar bayquş idi. Gecələr işləməyə və səhərə yaxın yatmağa üstünlük verirdi. İnna səhər yeməyini özü hazırlayırdı. Saat 10-da isə Lida gəlir və bütün gün üçün yemək bişirirdi. İnna Lida ilə çox tez dostlaşmışdı. Hətta onunla bəzi sirlərini də bölüşürdü. Lida ondan demək olar ki, 2 dəfə böyük idi. Onun tələbə qızı təxminən İnna ilə yaşıd olardı. Məhz bu səbəbdən Lida İnnanı başqalarına nisbətən daha yaxşı başa düşürdü. İndi İnnanı universitetə 2 maşın aparır və mühafizəçilər müşayiət edirdi. Mühafizəçilərdən biri və xüsusi olaraq dəvət edilmiş gənc bir qadın hiss olunmadan onun yanında növbə çəkirdi. Həmin qadının özü də mühafizəçi və yaxşı fiziki hazırlığı olan idmançı idi. Amma zahirən idmançılara xas şax qaməti və qısa kəsilmiş saçlarından başqa öz yaşıdlarından heç nə ilə fərqlənmirdi. Rəfiqələri artıq maşınlara və mühafizəçilərə fikir vermişdilər və buna görə İnnaya daim sataşırdılar. Dərsə bu cür müşayiətçilərlə getmək İnnanın xoşuna gəlmirdi. Lakin ay yarım bundan əvvəl baş vermiş oğurlanma hadisəsindən sonra hələ də gecələr dəhşətli yuxular görür və qışqırıb oyanırdı. Yaxşı başa düşürdü ki, hətta bütün bu illər ərzində rahat şəkildə təhsil aldığı universitetdə də indi yanında mühafizəçilər olmadan gələ bilməz. Rinat isə gözləyirdi. O, baş vermiş hadisə haqqında heç kimə heç nə danışmamışdı. Lakin ətrafdakı insanların bəziləri həmin dəhşətli gecənin bütün təfərrüatından xəbərdar idi. O, həmin gecə sevdiyi qızı çox acınacaqlı vəziyyətdə görmüşdü. Alçağın biri İnnanın bədənini siqaretin közü ilə yandırmış, onu döymüş, içməyə su verməmişdi. Bütün bunlar cəmi bir neçə saat davam etsə də, İnna güclü əsəb sarsıntısı keçirmiş və uzun müddət özünə gələ bilməmişdi. Rinat ondan da güclü sarsıntı keçirmiş, qəzəbdən ağlını itirərək tərəddüd etmədən yaralı qulduru maşını ilə birlikdə yandırmışdı. Sonralar o, bu hadisəni tez-tez xatırlayır, başa düşürdü ki, daha əvvəlki Rinat ola bilməyəcək və törətdiyi cinayəti heç vaxt unutmayacaq. Bununla belə etdiyi hərəkətə görə bircə dəfə də peşmanlıq çəkməmişdi. Onu hərdən bir narahat edən yeganə məsələ ayağı yaralı olduğu halda xəstəxanadan qaçmağı bacarmış Viktor Dilanovun yoxa çıxması idi. Dilanov hətta arvadını da özü ilə aparmış, şəhərdən çıxıb getmişdi. Sonralar öyrənmişdilər ki, Dilanov hətta öz mənzilini də hansısa daşınmaz əmlak agentinə verərək vəkalətnamə əsasında satıb. Hər halda Dilanov yoxa çıxmışdı və milis işçiləri onun axtarışı ilə məşğul idi. Rinatı müstəntiq yanına çağırmamış və sorğu-suala çəkməmişdilər. Lakin başa düşürdü ki, İnnanın başına gələnlər və ətrafında baş verən hadisələr istənilən halda onun adı ilə bağlıdır. Qəzetlərdə bu barədə dərc olunan şərhlər dərhal təksib edilmişdi. Buna görə jurnalist əlaqələrindən istifadə edərək Dimasüzov nail olmuşdu. Lakin Rinatı hər şeydən çox narahat edən başqa məsələ idi.
Heç ağlına da gəlməzdi ki, bu məsələ onun üçün bu qədər vacib və əhəmiyyətli olacaq. Rinat Şəripov böyük bir miras aldıqdan sonra öyrənmişdi ki, hamının həlak olmuş hesab etdiyi dayısı Vladimir Arkadiyevich Glushenko əslində sağdır. Üstəlik yalançı ölümünü də özü təşkil edib. Partlatdığı vertolyotda isə cavan arvadını da öldürüb. İndi Glushenko ondan tələb edirdi ki, bunların hamısını qaytarsın. Əlbəttə, bütün pulları birdən-birə götürüb onun adına keçirmək olmazdı. Rəsmi olaraq Vladimir Glushenko ölmüş sayılırdı. Üstəlik, o, plastik əməliyyat etdirib, xarici görünüşünü dəyişdirdikdən sonra həqiqətən də yoxa çıxmışdı. İndi heç kim, hətta onun mühafizə xidmətinin rəisi sayılan və ən etibarlı adamı olan Kərim Qasımov da Glushenkonun necə göründüyünü bilmirdi. O öz əmrlərini telefonla verirdi. Təkcə əvvəlkindən daha xırıltılı və boğuq olan səsi həmənki idi. Glushenkonun əvəzinə Belçika vətəndaşı Voldemar Leroy ortaya çıxmışdı. Glushenko hələ sağlığında dünyanın müxtəlif banklarında bir neçə hesab açmış və bütün pullarını həmin hesablara köçürmüşdü. Amma nəzarət səhmlərini iri investisiya fondlarında öz adına olan səhm paylarını dünyanın müxtəlif yerlərindəki daşınmaz əmlakını vətəndaş Leroya vəsiyyət etmişdi. Lakin gözlənilmədən məlum olmuşdu ki, Glushenkonun yaxın qohumu var. Miras da ona çatmışdı. Leroy isə əks ideya ilə müraciət etməmişdi. Çünki müraciət etməsi mümkün deyildi. O halda öz üzünü göstərməli yaxud yaşayış yerini bildirməli olacaqdı. Maraqlıdır ki, miras məsələsində Rinatın bəxti 2 dəfə gətirmişdi. Əvvəl məlum olmuşdu ki, Rinat Şəripov oliqarxın varisidir. Bacısının Glushenkoya yazdığı məktub tapılmışdı. Orada əsl atalarının kim olduğu göstərilirdi. Həmin adam isə Rinatın babası Pyotr Grigoryeviç Polşuk idi. Sonra başqa bir amil onun xeyrinə olmuşdu. Artıq Leroy familiyası daşıyan Glushenko bütün sənədləri öz ölümündən bir neçə ay keçdikdən sonra təqdim etməyə hazırlaşırdı. Birincisi, şübhə oyatmaq istəmirdi. İkincisi, qanun belə tələb edirdi. Hadisədən 6 ay keçməli idi. Üçüncüsü, o plastik əməliyyat etdirib xarici görünüşünü tamamilə dəyişdirməli idi. Həmin vaxt ərzində varisəlik hüququ haqqında müraciət edən olmadığından Fransalı vəkillər mümkün varislərin axtarışı ilə məşğul olmuş və Rinat Şəripov tapmışdılar. Bu isə Glushenkonu qorxuya salmışdı. Rinat Şəripov məhz bu şəkildə oliqarxın böyük sərvətinin varisi olmuşdu. Əgər vəsiyyətnamə qüvvəyə minsəydi, həqiqətən Glushenkonun bacısı oğlu olduğuna baxmayaraq onun mirasına iddia edə bilməzdi. Dünyanın bir çox ölkələrinin mülki məcəlləsinə görə hər bir həddi buluğa çatmış vətəndaşın öz pullarını istədiyi adama vəsiyyət etmək hüququ var. Ölkələrin çoxunun qanunlarında yalnız ər və arvada, qoca və xəstə ata-anaya, yaxud həddi buluğa çatmamış uşaqlara aid məhdudiyyətlər mövcuddur. Qanun həmin şəxslərin müəyyən məbləğ ayrılmasını tələb edir. Həlak olmuş Glushenkonun arvadı ölmüşdü. Valideynləri və uşaqları yox idi. Həm Fransa, həm də Ukrayna və Rusiya qanunlarına görə Glushenko öz bacısı oğlunu rəsmi şəkildə miras payından məhrum edə və bütün pullarını Voldemar Leroya verə bilərdi. Lakin Glushenko məsələnin bu cür şəkil almasının da daha əlverişli olduğunu tez anladı. Bacısının oğlu rəsmi şəkildə onun varisinə çevrilir. Sonra isə bütün əsas aktivləri və daşınmaz əmlakı Belçika vətəndaşının adına keçirirdi. İlk vaxtlar hər şey qaydasında gedirdi. Lakin Rinat Kiyevdə əməlli başlı qalmaqal yaratdı. O, Xarkov Metrologiya Birliyinin nəzarət səhmlərinin Glushenkonun əmisi oğlanlarına verilməsi haqqında sənədləri imzalamalı idi. Onlar Naosodakı Baham adalarının paytaxtı banka 35 milyon dollardan artıq pul keçirmişdilər. Lakin Şəripov öyrənmişdi ki, dayısının qohumları Böyük Vətən müharibəsində Sovet qoşunlarına qarşı vuruşmuş millətçiləri maliyyələşdirir. Ona görə də müqaviləni imzalamaqdan imtina etmişdi. Glushenko bunu eşitdikdə bərk qəzəblənmiş və başa düşmüşdü ki,
Aktivlərin hissə-hissə qaytarılması planı pozula bilər. Həmin hadisədən sonra Qulişenko hadisələri sürətləndirmək qərarına gəldi. Bacısı oğlunun ovqat və istəklərindən asılı vəziyyətdə qalmamaq üçün bütün sənədləri hazırlamaq və onları ən qısa vaxt ərzində imzalamaq lazım idi. O əvvəlcədən Renata xəbərdarlıq etmişdi ki, onun üçün Moskvadakı mənzili, bağ evini və müəyyən məbləğdə pul saxlayacaq. Amma əsas aktivlər qaytarılmalıdır. Şəripov razılaşmışdı. O ümumiyyətlə başa düşmürdü ki, o qədər çox pul tək adamın nəyinə lazımdır. Düzdür, son aylarda yaşadığı həyat onun çox xoşuna gəlirdi. Amma yaxşı başa düşürdü ki, gec-tez hər şey bitməlidir. Əslində Renat öz duyğularından dəqiq baş çıxara bilmirdi. Bir tərəfdən belə gözəl bir nağılın bitə biləcəyinə görə təəssüflənirdi. Digər tərəfdən nəhayət sərbəst yaşayacaq, dövlətli adama çevriləcək, gözəl mənzilə, bağ evinə, bütün qalan ömrünə bəs edəcək qədər pula sahib olacaqdı. Üstəlik, başqa bir varisi olmayan Qulişenko söz vermişdi ki, vəsiyyətnamə tərtib edəcək və ona əsasən Belçika vətəndaşı Leroy vəfat etdikdə onun pulları yenidən Şəripova çatacaq. İnna artıq evdən çıxıb universitetə getmişdi. Renat isə yerinin içində o yan bu yana çevrilir, yata bilmirdi. Onlar balayını yaşayırdılar. Belə vaxtda sevdiyi adamın sadəcə yanında olması da insanda sevinç və istək oyadır. Renat aşağıda birinci mərtəbədə qapının açıldığını eşitdi. Bu Lida idi. Giriş qapısının açarları yalnız onda olurdu. Həm də aşağıda növbə çəkən qarolçular təkcə onu maniyəsiz olaraq içəri buraxırdılar. Renat fikirləşdi ki, yatmaq lazımdır. Gözlərini yumdu. Son bir ildə başına gələnlərin hamısını yadına salsaydı, ağlını itirə bilərdi. Özünü çətinliklə təsadüfi gəlirlərlə dolandıran jurnalist birdən-birə milyardərə çevrilmişdi. Heç kimin tanımadığı Renat Şəripov Forbes jurnalında dərc olunan Rusiyanın ən varlı adamlarının da daxil edildiyi nüfuzlu siyahının üzvlərindən biri olmuşdu. Metrodan istifadə edən ABŞ-da nəşr olunan Maliyyə İqtisadiyyat jurnalı, iqtisadiyyat sahəsi üzrə dünyanın ən nüfuzlu mətbuat orqanlarından biri. Metrodan istifadə edən adi bir adam oliqarxa çevrilmişdi. Zirehli avtomobillər və bütöv bir mühafizə dəstəsi onun xidmətində idi. O indi daha səbirsiz, daha sərt, hətta qəddar olmuşdu. Bu aylar ərzində adam öldürmüş, öz həyatına da bir neçə dəfə qəsd etmiş, özü yaralanmış, mühafizəçilərindən biri həlak olmuşdu. Sevgilisini qaçırtmışdılar. Qətlini isə keçmiş qohumu, birinci arvadının xalası oğlu sifariş vermişdi. Renat Şəripov bütün bunları yaşamalı imiş. Yaxşı ki, həyatın bu cür sərt döngələrindən keçərkən ağlı yerindən oynamamışdı. Şəripov əlini uzadıb pultu götürdü və televizoru yandırdı. Əvvəllər yataq otağında televizor yox idi. Mənzilin tərtibatı və məişət texnikasının quraşdırılması ilə məşğul olan dizaynerlər haqlı olaraq bu cihazın yataq otağına qoyulmasını lazım bilməmişdilər. Amma Renat televizoru öz yataq otağına keçirmişdi. İndi də onu yandırıb son xəbərlərə qulaq asırdı. Birdən Kiyevdən xəbər verməyə başladılar. Ukrayna üsyançı ordusunda vuruşmuş keçmiş veteranlar tələb edirdilər ki, onlara öz paradlarını keçirmək üçün icazə versinlər. Şəripov üzünü turşutdu. Kiyevdə baş vermiş qalmaqallı unutmamışdı. O vaxt sadəcə oradan çıxıb getmişdi. Görünür, bu kifayət deyilmiş. Saata baxdı. 11-ə 15 dəqiqə işləyirdi. Yəqin ki, Astro şirkətində çalışanların hamısı artıq iş başındaydı. Həmin şirkət onun dünyanın hər yerində olan aktivlərinə xidmət edirdi. Şəripov Astorun direktoru Nadejda Antolyevna Popovaya zəng etdi. Sizi eşidirəm, qadın cavab verdi. Onun səsi həmişə qətiyyətli və sakit olardı. Sabahınız xeyir, Nadejda Antolyevna. Danışan Renatdır. Sabahınız xeyir. Mən sizi tanıdım. Baxmayaraq ki, adətən geç saatlarda zəng edirsiniz. Mənim sizdən qeyri-adi bir xahişim var. Yadınızdadırmı, biz Kiyevdə nəzarət səhmlərinin verilməsi haqqında müqavilə hazırlamışdıq. Əlbəttə yadımdadır.
Biz Yosif Borisovich ilə birlikdə həmin sənədlərin hazırlanmasına 2 həftədən artıq vaxt sərf etmişdik. Siz isə gözlənilmədən onları imzalamaqdan imtina etdiniz. Hərçənd mən sizi buna sövq edən səbəbləri başa düşürdüm və sizinlə tam razı idim. Təşəkkür edirəm. Mən sizə elə buna görə zəng vurmuşam. Xatırladığıma görə səhmlərin 7%-i mənim kibli qohumlarımda idi. Düzdür? İndi artıq 11,5%-i onlardadır. Siz öz payınızı onlara verməkdən imtina etdikdən dərhal sonra səhmləri satın almağa başladılar. Lakin sizdəki 17,5% onları çox yaxşı səviyyəyə qaldıra bilərdi. Qohumlarınız ən iri səhmdara çevriləcəkdir. Çevrilər, gələcəkdə isə hətta nəzarət payına da sahib ola bilərdilər. Aydındır. Biz hər hansı bir şəkildə nəzarət payını əldə edə bilərikmi? Nadejda Antolyevna qulaqlarına inanmadı. Üzr istəyirəm, nə dediniz? Mən soruşuram ki, bizim özümüz həmin nəzarət payını əldə edə bilərikmi? Axı hazırda, yəni mən öz payımı onlara verməkdən imtina etdikdən sonra səhmlərin qiyməti xeyli aşağı düşüb. Düzdürmü? Xeyli yox, amma düşüb. Təxminən 8%. Bu sizi nə üçün maraqlandırır? Cari hesabların vəziyyəti haqqında mənim də məlumatım olmalıdır. Renat zarafat etdi. Deməli, məndə həmin müəssisənin səhmlərinin 17,5%-i var. Yəni, mən ən böyük səhmdaram. Düzdür. Nə qədər ki, qiymətlər yenidən qalxmağa başlamayıb, biz şirkətin səhmlərini digər xırda səhmdarlardan satın almağa başlaya bilərik. Elə deyilmi? Tamamilə doğrudur. Popova heyrətləndiyini gizlətmədi. Lakin siz nə üçün belə gözlənilməz bir qərar qəbul etmişsiniz? Siz indiyədək bu cür problemlərlə maraqlanmırdınız. Biz də heç nəyi satın almır, yalnız öz maliyyə vəsaitimizi nəzarətdə saxlayırdıq. Hər halda nə vaxtsa başlamaq lazımdır. Deyin görüm, Xarkov birliyinin səhmlərinin nəzarət payına sahib olmaq üçün bizə nə lazımdır? Pul. Popova fikirləşmədən cavab verdi. Özü də çox böyük məbləğdə. Bizim əlimizdə səhmlərin yalnız 17,5% var. Hazırda onların ümumi qiyməti 32 milyon dollara yaxındır. Siz sazişdən imtina etməzdən əvvəl təxminən 35 milyon dollar idi. Deməli, səhmlərin daha 33%-ni almaq üçün bizə təqribən 65 milyon dollar lazımdır. Bəlkə də daha çox. Nəzərə alın ki, biz o cür böyük səhm payını almağa başlayan kimi onların qiyməti çox sürətlə qalxacaq. Birjadakıların hamısı anlayacaq ki, biz öz payımızı artırmaq istəyirik. Səhmləri birdən və bütöv şəkildə almağımız isə mümkün deyil. O qədər böyük səhm payına malik olan iri səhmdarlar yoxdur. Daha kiçik səhmdarların payını gizlicə satın almaq lazım gələcək. Bu isə istər-istəməz xəbər sızmasına gətirib çıxaracaq və qiymətlər dərhal kəskin sürətlə artacaq. Siz həmin səhmləri ala bilərsiniz. Pul lazımdır. Nadejda Antolyevna səbirlə xatırlatdı. Axı mən sizə dedim ki, başlamaq üçün pul lazımdır. Özü də çox böyük məbləğdə. 65 milyon dollar. O qədər pulu haradan tapaq? Məgər mənim pulum yoxdur, deyə Renat təəccübləndi. Sizin özünüz deyirdiniz ki, mənim sərvətimin dəyəri 2 milyard dollardan artıq qiymətləndirilir. O halda niyə pul yoxdur? Bunlar eyni şeylər deyil. Popova izah etdi. Sizin sərvətiniz səhmlərin pay hissələrinin daşınmaz əmlakın və investisiya şirkətlərinə qoyulan vəsaitin məcmusudur. Heç kim ağla sığmaz bir məbləği. 65 milyon dolları bankda elə-belə saxlamır. Problem ondadır ki, bizim əlimizdə lazım olan qədər sərbəst vəsait yoxdur. Nə üçün, Renat Ravelyeviç? Bu telefon söhbəti deyil. Zərər yoxdur. Qoy kim istəyir qulaq assın. Deyin görək, nə üçün bizim sərbəst vəsaitimiz yoxdur? Mən sizə bu haqda demişdim. İş burasındadır ki, biz hətta öz
Bütçemizin xərclərindən sərf etdiyimiz pulu da vəsait qoyduğumuz həmin investisiya şirkətlərindən gələn faizlərdən qazanırıq. Bizim 65 milyon dollarlıq sərbəst vəsaitimiz yoxdur və ola da bilməz. Mərhum dayınızın hesablarında olan pulları isə hələlik bizim əlimiz çatmır. Həmin hesabların nömrələri və kodları dəyişdirilib. Bəlkə də bunu ölməmişdən əvvəl dayınızın özü edib. Bir neçə dəfə sorğu göndərmişik. Bizə cavab veriblər ki, həmin hesablarda pul yoxdur. Hesablardan ikisini də sizin özünüz bağlamısınız. Antiguadakı və Birləşmiş Ərəb Əmirliklərindəki. Hesabları. Onlarda 40 milyon dollardan artıq pul var idi. Özünüz göstəriş vermişdiniz ki, pulları başqa hesablara götürək və əvvəlki hesabları bağlayaq. Yadımdadır, Renat qaşqabaqlı halda cavab verdi. Onlar Voldemar Lerounun hesabları idi. Şəripov bütün pulları həmin hesablara köçürürdü. Belə çıxır ki, heç nə etmək olmaz. Bizə sərbəst vəsait lazımdır. Papova yenə xatırlatdı. Lakin qəti qərara gəlsək, lazım olan pulu tapa bilərik. Hansı yolla? Bütün dünyada hansı yolla tapırlar? Bankdan kredit götürməklə. Lakin o halda çox yüksək faizlər ödəməli olacaq. Çünki çox böyük məbləğdə pul götürürük. Bunun fərqi varmı? Əlbəttə, faizlər məbləğə görə hesablanır. Siz bankdan krediti necə götürürsünüz? Eləcə, banka gedib onlardan pul istəyirsiniz? Yox, Nadejda Anatolievna səsinin ahəngini də dəyişmədi. O, kifayət qədər ağıllı və nəzakətli qadın idi. Şəripovun məlumatsızlığına gülə bilməzdi. Biz bunu başqa cür edə bilərik. Biz Fransanın Fransanın ən böyük banklarından biri. Bankında dəyəri 150 milyon dollardan artıq olan iri səhmlər saxlayırıq. Həmin səhmlərin təminatı ilə həm də kifayət qədər əlverişli faizlə 75 milyon dollar kredit götürə bilərik. Həmin pulu səhmlərin alınmasına xərcləyirik. Lakin nəzərə alın ki, kredit 1 yaxud 2 illik müddət üçün tərtib olunacaq. Bəlkə də 3 illik. Əgər həmin vaxt ərzində götürdüyümüz pulu faizləri ilə birlikdə qaytara bilməzsək, girov qoyduğumuz səhmlər Fransa bankının mülkiyyətinə keçəcək. Bu 150 milyon dollar itki deməkdir. Üstəgəl Xarkov birliyinin səhmlərinin alınmasına sərf ediləcək pullar. Bizim kredit götürmək üçün Fransa bankındakı səhmləri girov qoyduğumuzdan və vaxtında bilmədiyimizdən xəbər tutsalar, nəzarət payımızdakı səhmlər dərhal 30-40% qiymətdən düşəcək. Qiymətlərin düşməsinin nə qədər çox ola biləcəyini sizə deməkdən də qorxuram. O halda burada da çox şey itirəcəyik. Mən bunları qəsdən ətraflı danışıram ki, siz burada riskin nə qədər böyük olduğunu başa düşəsiniz. Hərçənd adətən bu cür məsələləri telefonla müzakirə etmirlər. Mən hər şeyi başa düşdüm. Renat səbirsiz halda dedi. Ona görə də xahiş edirəm ki, bütün sənədləri təcili olaraq hazırlayasınız. Lazım olan bütün sənədləri. Mən bütün kağızları imzalayacağım. Siz isə səhmlərin qalan 34%-ni satın almalı olacaqsınız. Bacararsınız, çalışarıq. Ancaq gəlin əvvəldən razılığa gələk və bu cür məsələləri bir də heç vaxt telefonla müzakirə etməyək. Başa düşün, söhbət çox böyük məbləğlərdən gedir. Belə etmək olmaz. Mənimlə danışmaq lazımdırsa, yanınıza çağırın. Hətta evinizə də çağıra bilərsiniz. Söz verirəm ki, daha heç nə soruşmayacağım. Siz günortaya qədər hər şeyi hazırlaya bilərsinizmi? Siz məni başa düşmək istəmirsiniz. Bu cür məsələlər 1-2 saatın içində həll edilmir. Əvvəlcə bizim sənədləri hazırlamalı və təklifimizi fransızlar üçün əsaslandırmalıyıq. Sonra pulu almalı və birjada hay-küy yaratmasın deyə ehtiyatla səhmləri əldə etməliyik. Bütün bunlar bir aydan az çəkməyəcək. Onda elə bugün işə başlayın. Şəripov qət etdi. Həm də çalışın ki, hər şeyi mümkün qədər tez həll edəsiniz. Çalışarıq. Üzr istəyirəm. Mən bir məsələni sizə xatırlatmalıyım.
Geçen ay bizim şirkətdə böyük ixtisarlar barəsində söhbətimiz olmuşdu. Sizin göstərişinizə əsasən əməkdaşlarımızın təxminən yarısı ixtisar olunmalıdır. Əlbəttə, mən siyahıları hazırlamışam, lakin əməkdaşların sayını azaltsaq işləyə bilmərik. Hələlik hər şeyi dayandırın, Renat tapşırdı. Heç kimi işdən azad etmirik. Gəlin işimizi görək. Adamlara da heç nə deməyin. Qoy boş yerə narahat olmasınlar. Təbii ki, icazənizlə. Mən bugün axşama yaxın sizə zəng edərəm. İndi Parisdə saat 9-un yarısıdır. Vaxt fərqini nəzərə almalıyıq. Hə, əlbəttə ki, yadımdadır. Çox sağ olun. Mən sizin zənginizi gözləyəcəyəm. Mən sizə bir sual da verə bilərəmmi? Popova soruşdu. Bayaqdan sualları təkcə mən verirəm. Əlbəttə, buyurun. Siz bunu qəsdən edirsiniz. İstəyirsiniz ki, səhmlərin nəzarət payı qohumlarınızın əlinə keçməsin. Bu şəxsi məsələdir, yoxsa ümumiyyətlə Xarkov Birliyinin onların nəzarəti altına keçməsini istəmirsiniz? Hər ikisi, Renat cavab verdi. Sadəcə, mən həmin müəssisənin yeganə sahibi olmağa qərar almışam. Unutmayın ki, mən əslən Ukraynadanam. Həm də ki, axı mən nəyə görə biraz da varlanmayım? Necə bilirsiniz? Bəlkə sadəcə mənim içimdə İrsan dayımdan keçən bir ticarətçi damar oyanıb. O halda aydındır. Deməli, razılaşdıq. Axşamüstü zəng edəcəyəm, deyə Popova söz verdi. Çox sağ olun. Şəripov telefonu çarpayının yanındakı kiçik dolabın üstünə qoyub gülümsədi. O Kiyevdəki qohumlarının dərsini verəcək və necə biznesmen olduğunu hamıya göstərəcəkdi. Dayısı haqqında isə fikirləşməməyə çalışırdı. Qurişenko onun niyyətindən xəbər tutsaydı, o qədər səhmi almağa icazə verməyəcəkdi. Hərçənd indi dayısının vəziyyəti elədir ki, artıq ona mane ola bilməz. Şəripov yenə gülümsədi. Elə etmək olar ki, bu haqda heç kim bilməsin. Sadəlövhlüklə fikirləşdi. Renatın ağlına da gəlmirdi ki, bugün 2 aydan sonra baş verəcək gözlənilməz hadisələrin başlanğıcını qoyur. Son.